Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 8-ci sinif dəftərindən birləşdirici tapşırıqların izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonuna basmanızı xahiş edirik. Birinci sualımızda soruşur. Floemada hansı maddələr daşınır? Floemada amin turşusu və saxaroza. Burada zülal polisaxariddir deyə. Burada da zülal nişasta polisaxariddir. Burada da nişasta ilə polisaxarid bunlar daşınmır. Demək, müəyyən edən maddələrin daşınması necə təmin olunur? Aktiv daşınma ilə. Bildiyiniz kimi mənbə hüceyrələrində yaranır bunlar və mənbə hüceyrələrinə təzyiq yüksək olur. İstehsalcı hüceyrəyə təzyiq aşağı olur. Ona görə də burada enerji istifadə etmədən aktiv daşınma ilə daşınır. İkinci sualımız, şəkilə əsasən düzgün və yanlış olduğunu müəyyən edin. Floema maddənin lazım olan su ksiyalamadan götürülür. Bəli, peyk hüceyrələri mənbə hüceyrə, floema hüceyrələri arasında yerləşir. Bəli, peyk hüceyrələri mənbə hüceyrələri ilə floema hüceyrələri arasında yerləşmiş olur. Sonra ksiyalama boruları gövdənin qabıq hissəsində yerləşir. Xeyr, odunca hissəsində yerləşir. Bu yanlışdır. Özək şüaları hərəkəti iki istiqamətlidir. Bəli, özək şüaların hərəkəti iki istiqamətlidir. Əksəriyyəti iri nüvəli vakualsız hüceyrələrdir. Bəli, bu düzdür, bölünmə zonasının. Yarpağın mezofil parenxim toxumaya aiddir. Bəli, kök təzyiqi gövdə boyu kapilyarlıq yılaşması nəticəsində əmələ gəlir. Xeyr. Yarpağın rəqəmlərdə uyğunluğu müəyyən edin. Deməli, bura baxsaq görəcəyik ki, buradakı uyğunluq müəyyən edin dedikdə, burada məsələn C hissəsi gövdəyə uyğundur. Kökə yaxın hissə. Bu hissə kökə yaxın hissədir. Yəni 1. İkinci hissə bu gövdədir. B. Və bu ikincidir. Yəni B-yə, 3-ə də, yəni 1-ə C, 2-yə B, 3-ə də A uyğun gəlmiş olur. Nəyə görə? Amma görürsünüz, burada yarpaqlar var. Çünki təcrübədən göstərir ki, nəyə göstərir? Ksiyalamada transpirasiya və suyun hərəkətini göstərir. Yarpaqda transpirasiya güclüdür. Ona görə yarpağın dartma qüvvəsi də güclü olduğuna görə ən yuxarı qalxacaq 3-də. Sonra gövdədə transpirasiya zəifdir, yəni orta səviyyədə qalxacaq. Kökə yaxın hissədə ən zəifdir, bu səviyyə isə ən aşağı olduğunu gözünüzə görürük. Nəticədə bunu deyə bilərik ki, suyun ksiyalamada yuxarı qalxması yarpaqda gedən transpirasiya ilə bağlıdır. Sonra fotosintezin baş verməsi üçün hansı struktur və amillərin olması vacibdir. Yadınızda saxlayın ki, fotosintezin baş verməsi üçün mütləq lazımdır xloroplast. Çünki nədir? Xloroplastda fotosintez prosesi. Fotosintez yalnız burada gedir də. Orada lazım xloroplastın içərisində xlorofil olmalıdır ki, çünki işıq enerjisində xlorofil odur. Bir də yarpağın səthi geniş olmalıdır ki, işıq yaxşı düşsün. Bir də ağızcıqlar olmalı. Yəni bu karbon qazı eyni zamanda burada fotosintez nəticəsində yaranan oksigen qazı xaricə çıxmaq üçün ağızcıqlara ehtiyac duyur. Ona görə ağızcıqlar vacib amillər oldu. İşıq, su, karbon qazı, bir də optimal temperatur olmalıdır. Yəni optimal temperaturda, yəni müəyyən temperatur olmalıdır ki, burada fotosintez prosesi geçsin. Bir də kök neyinidir? Torpaqdan suyu mineral maddələr odur. Yəni su və mineral maddələr də lazımdır. Əsaslandırmanı da birə əsaslandıra bilərək. İşıq enerjisi olmadan xlorofil aktivləşmir. Su biz dedik ki, əsas hidrogen mənbəyidir.
Karbon qazı isə üzv maddələrin qlikozanın mənbəyidir. Fermentlər isə fotosintezə aktiv optimal temperaturda uyğun gəlir. Yəni optimal temperatur olmasa bu fotosintez prosesi baş verməyəcəkdir. Yəni sonra bitkinin gövdəsinə aid hissələrin şəkli təqdim olunmuşdur. Ksilema, kambi, floema. İndi bizə nə soruşur? Yazır ki, bu struktura görə bir-birindən fərqləndir. Və görürsünüz ki, kselamada hüceyrələri ölüdür, divarları qalındır və su mineral maddələri daşınmasına iştirak eləyir. Kambi hüceyrələri canlıdır və bölünmə qabiliyyətinə malikdir. Yadınızda saxlayın ki, kambi hüceyrələrin fəaliyyəti nəticəsində yeni ksilema və floema boruları yaranır. Yəni gövdə eninə böyüyor. Floemada hüceyrələri canlıdır, nazik divarlıdır, üzv maddələri daşıyır. Sonra hansı hissəyə aid olan hüceyrələr peyk hüceyrələr bilavasitə əlaqədardır. Floema. Sonra bizə nə soruşur? Floemada maddələrin iki istiqamətlərinin daşınmasını necə izah edirsiniz? Floemada maddələr iki istiqamətli. Ümumiyyətlə yadınızda saxlayın, yarpaqda hazırlanan üzvü maddələr aşağı kökə doğru hərəkət edir. Kökdə yaranan üzvü maddələr isə yuxarıya doğru hərəkət edir. Ümumiyyətlə yadınızda saxlayın ki, yarpaqlar mənbə hüceyrələr. Yəni üzvü maddə harda yaranırsa ora mənbə, harda istehsal olunur, buna istehlakçı deyilir. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.